Salam dostlar, bu videoda mən sizə Kitab Yurdu saytından necə sifariş vermək olar, onun yolunu göstərəcəyim. Əslində bu videonu bir dəfə çəkmişdim. Sadəcə recording etmədiyinə görə yenidən çəkməli oldum. İndi bu videoda sizə hər şeyi bir-bir göstərəcəyim. Bu videoda mən Sürət Kargo şirkətindən istifadə etdim. Amma siz digər kargo şirkətini də yoxlaya bilərsiniz. Yəni fərqi yoxdur kargo şirkətinin. Sadəcə kitab sifarişində daha sərfəli olduğu deyildiyi üçün bu dəfə bu kargo şirkətini yoxlamağa qərar verdim. Əvvəlcə kargo şirkətinin saytına daxil oluruq. Daha sonra isə Kitab Yurdu saytına daxil olacağıq. Bir də bir şey qeyd edim ki, videoya axıra qədər baxmağınız məsləhətdir. Çünki bəzi detallar var, onları bilib sifariş verməyiniz məsləhətlidir. İndi Kitab Yurdu saytına daxil oluram. Dediyim ki, mən bir dəfə qeydiyyatdan keçmişdim. Sadəcə video çəkilmədi deyə yenidən qeydiyyatdan keçməyəcəm. Amma sizə necə olacağını göstərəcəm. İlk dəfə qeydiyyatdan keçirsinizsə, üyə ol hissəsinə daxil olursunuz. Bu hissəyə daxil olub burada ad, soyad, e-mail ünvanınızı yazırsınız. Daha sonra şifrə daxil edirsiniz. Onu deyim, şifrədə böyük hərf, kiçik hərf, rəqəm və xüsusi simvol olmalıdır. Yəni məsələn ulduz işarəsi və s. Bunlardan birini qoyursunuz və daha sonra isə kişisel verilerimin korunması bu hissəni işarələyib üyə ol yazısına basırsınız. Bir də bir şey qeyd edim ki, üyə ol yazısına basdıqdan sonra sizin burada göstərdiyiniz mail adresinizə bir mail gələcək. O mailə daxil olub oradakı linkə keçid etməyiniz mütləqdir. Çünki onu etmədiyinizdə ödəniş tamamlanmır. Məndə bu zaman problem yaranmışdı videoda. Sonradan anladım ki, maili təsdiqləməmişəm. Ona görə ödənişi qəbul eləmirdi sayt. Yəni bunu etməyiniz mütləqdir. Yəni sadəcə linkə daxil olduqda sizin sayta üzvlüyünüz təsdiqlənir. Ondan sonra isə sifarişləri verə bilirsiniz. Yəni qeydiyyatdan keçənin özünüz olduğunu təsdiqləyirsiniz bununla. İndi mən öz hesabıma daxil olacağam. Giriş yap hissəsinə mən daxil oluram. Çünki artıq hesabım var. Bu hissədə mail ünvanımı yazıram. Daha sonra şifrəmi qeyd edib sayta daxil oluram. Bunları tamamladıktan sonra giriş yap hissəsinə daxil oluram. Və burada artıq hesabımı görürsünüz. Qeydiyyatdan keçən kimi sizdə də belə bir pəncərə açılacaq və bu pəncərənin altına doğru kursoru apardıqda siz orada adreslərin bölməsini görəsiniz. Biz oradan sifarişimiz üçün kargo adresini qeyd edəcəyik. Bundan başqa burada başqa hissələr də var. Burada sizin indiyə qədər yığılan puanlarım, Kitab Yurdu çeklərim, yəni indirim kuponlarım bu hissələri var. Burada sizin indiyə qədər sifariş verdikdən sonra xallarınız yığılır. Məsələn, puanlarım hissəsində 100 puan. Mən artıq qeydiyyatdan keçdiyim üçün mənə 100 puan verilmişdi. Daha sonra hər dəfə sifariş etdikcə də yenə puanlar əlavə olunur və o puanlar yığıldıqda müəyyən bir məbləğə çatdıqda isə siz o puanlara uyğun istədiyiniz kitabı sifariş verə bilirsiniz. Saytın özündə baxsanız görəsiniz ki, müəyyən kitablar var ki, onların qarşısında məsələn yazıb ki, 26.000 puan. Məsələn, həmin puana çatdıqda xallarınız həmin kitabı pulsuz sifariş verə bilirsiniz. Ümumilikdə üstünlüklər çoxdur. Sadəcə hər dəfə sifariş verdikdə bu hissələrə yoxlayın. Məsələn, puanlarım olur, indirim kuponları. O bölmələri yoxlayın, görün sizə hansısa bir yerdən puan verilib əlavə və ya indirim kuponları falan varsa, onlardan sifariş verərkən istifadə edin. Yəni beləcə sifarişiniz daha uyğun qiymətə başa gələ biləcək. İndi isə adreslerin bölməsindən öz hesabımıza kargo şirkətində olan Türkiyə adresimizi qeyd edəcəyik. Burada baxın sifarişlerin bölməsi var. Həmin hissədə isə sifarişinizin görə biləsiniz. Orada indi birazdan sizə göstərəcəm. İndi adreslərimə daxil oluram. Burada adres eklə, yeni adres eklə bu hissəyə daxil oluram. Belə bir pəncərə açılır. Daha sonra isə biz kargo şirkətinin saytına keçirik. Buradan xaricdəki ünvanlarımı daxil oluruq və Türkiyə adresini qeyd etməyə başlayırıq. Burada gördüyünüz kimi ad, soyad, adres başlığı bunları bir-bir kopyalayıb hərəsinə öz uyğun yerlərini əlavə edirik. Adres başlığına Sürət Kargo yazılmışdı. Mən Kitab Yurdu saytında da onu yazdım. Ad soyada öz ad soyadınızı, ölkə ilə Türkiyədir, ona görə dəyişmirəm. Şəhər buradan Sürət Kargoda yazılan hissəni seçirik, kopyalayırıq, Iğdır.
ilçəyə mərkəz. Bu hissədə Emək mahalləsini kopyaladım. Mən bura əlavə etmək istəyəndə həmin hissə gəlmədi. Ona görə nöqtə işarəsini sildikdə isə adres özü gəldi. Siz də yəni yazarkən gəlməsə kopyaladıqda siz də nöqtə işarəsini silin, birbaşa gələcək. Emək mahallesi sözü. Buradan da adresi kopyaladım. Daha sonra post ünvanı və cep telefonu. Mən cep telefonunu qeyd elədim. Sabit telefon var idi. Orada dedim cep telefonu qeyd edim. Amma o hissədə telefon nömrəsi götürmədi. Ona görə o hissəni daha sonra silib boş buraxdım. Baxın, bu hissədə qəbul eləmir. Ona görə həmin hissəni boş buraxdım. Bir də kimlik nömrəsini qeyd edəcəyik. Bunu da kargo şirkətində yazılan nömrəni kopyalayıb bura əlavə elədim və daha sonra kaydet düyməsini basırırsınız. Artıq adres əlavə olundu. Bundan sonra artıq sifarişlərimizi verməyə başlaya bilərik. Mən ilk sifariş üçün 2 kitab seçdim. İndi onları səbətə əlavə eləyəcəm bir-bir və daha sonra sifarişi tamamlayacağım. Deməli, ilk olaraq Kamelyalı qadın Aleksandr Dumanın əsəridir, onu sifariş verirəm. Filmindən kiçik bir hissəni görüb çox bəyənmişdim. Həm də Üç Müşketiyor əsərini çox bəyənirəm deyə ilk kitab olaraq bunu seçdim. Digər bir əsər isə Kuzey və Güney əsərini seçdim. Elizabeth Gaskell'in əsəridir. Deyilənə görə Charlotte Bronte'nin Jane Eyre əsərinə bənzər bir əsərdir. Ona görə bu kitabı da sifariş verdim. Bunları da sizə niyə deyirəm? Bəlkə maraqlı gəlsə siz də alıb oxuya bilərsiniz. Artıq hər iki kitabı da əlavə elədim səbətə. Burada məndə əvvəldən səbətdə qalıbmış. Ona görə 2 kitab göstərir. Bunların sayını 1-ə endirirəm. Bir də bu şeyə siz normalda da sifariş verəndə diqqət yetirin. Çünki bəzən mən bunu İlk dəfə qeydiyyatdan keçdiyim saytlarda da görmüşəm. Bəzən bir kitab əlavə edirsiniz, amma 2 görsənir səbətdə. Ona görə buna həmişə yəni diqqət edin sifariş verəndə ki, 2 kitab ya da daha çox kitab almış olmayasınız. Bəzən yəni saytlarda da problem olur. İndi burada belə bir pəncərə açılır. PTT kargo elə seçilib, mən də onu saxladım. Devam et düyməsini seçirəm. Kart ilə ödə. Burada kartın nömrəsini, adınızı, soyadınızı, yəni kartın üzərindəki adı və soyadı, plus da kartın məlumatlarını yazırsınız. Daha sonra isə davam et bölməsini seçirsiniz. Gördüyünüz kimi kənarda hədiyyə kartı kodu və kampaniya kodu yazısı var. Əgər siz kitab yurdunda olan hansısa bir kampaniyanın kodunu bilirsinizsə, həmin kodu burada yazsaz və eklə düyməsini bassaz sizə əlavə sifariş üçün endirim də veriləcək. Mən normalda hansı kitab saytından sifariş verirəmsə, həmin saytın adını, bir də endirim kodu yazıb Google-da axtarışa verirəm ki, orada bəzən saytlarda endirimlər görsənir və orada daxil olub hər hansı bir endirim kodu olanda kopyalayıram və onu da əlavə eləyirəm. Beləcə sifarişimdə endirim olur. Baxın, kampaniyalar hissəsinə mən daxil olduqda mini klassik kitabları endirimli şəkildə gördüm. 12 TL idi hamısı. Cib boyunda kitablardı, yəni cibdə daşımağa uyğun. Daha sonradan anam xəbər bu hissəyə daxil olanda mən çox vaxt müxtəlif saytların, kitab saytlarının endirimlərini görmüşəm. Kampaniya kodları olub həmişə. Burada da bir kod var idi. Bu kodu yoxladım, kopyaladım. Lakin kampaniyanın vaxtı bitdiyindən istifadə edə bilmədim. Amma adətən həmin saytda çox vaxt endirimlər görürəm. Bir neçə dəfə yoxlamışam. Sadəcə bu kod aktiv olmadığı üçün artıq bu kodu silirəm və davam et hissəsinə basacağım. Bu hissədə mən ilk dəfə sifariş verəndə problem yaşamışdım. Yəni kartın nömrəsini hər şey yazsam belə sifariş verə bilmirdim.
Bunun da səbəbini sonradan anladım. Yadınızdadırsa videonun əvvəlində də demişdim. İlk dəfə qeydiyyatdan keçdikdə bizə bir mail gəlir. Həmin maildə e-posta adresini doğrula. Bu hissəyə klikləyirik. Bu hissəyə daxil olduqdan sonra avtomatik bizim hesabımız təsdiqlənir və bu mərhələni yerinə yetirdikdən sonra isə sifariş verə bilirik. Əks halda biz heç cür sifariş verə bilmirik. Mən də maili təsdiqlədikdən sonra sifarişimi bitirməyə başladım. Gördüyünüz kimi kargo ilə birlikdə dəyəri 431 TL tutdu. Buradan davam et hissəsini seçirik. Açılan pəncərədə kart ilə ödə bölməsini seçirik və daha sonra davam et düyməsinə basırıq. Mən bu hissəni bir də getməli oldum. Çünki ilk dəfə sifariş verəndə bu hissələri yazsam da sifariş verə bilmirdim. Çünki maili təsdiqləməmişdim. Ona görə telefondan təzədən bu hissəni maili təsdiqlədikdən sonra yenidən etməyə başladım. Hazırda siz də onu görürsünüz. Burada kart məlumatlarını bir də yazdım və sifarişi sonlandırdım. Son mərhələ kimi isə ön bilgiləndirmə formu bu hissəni klikləyirik və sifarişi onaylaya basırıq. Artıq ödəniş olundu. Sifariş verildi. Kitabları sifariş etdikdən sonra sifarişinizin harda olduğunu bilmək üçün isə saytda sifarişlərin bölməsi var. Həmin hissəyə daxil olursunuz. Burada sifariş detayı. Bu hissədə sizin kargonuzun harda olduğu görsənir. Məsələn, bu hissə açıldı və burada artıq hələ ki sifarişin alındığı göstərilir. Əgər sifarişlə bağlı hansısa bir problem yaransa isə sifariş destek bölməsini seçirsiniz. Bu hissədə konu, məsələn, sifarişim gəlmədi yaza bilərsiniz. Mesaj olaraq da, yəni probleminiz nədir, onu ətraflı yaza bilərsiniz. Daha sonra isə sizə geri dönüşlər olur. Bunu mən digər kitab saytlarında da yoxlamışam. Yəni geri dönüş edirlər ki, hər hansı bir problem yaşandıqda və ya gecikmə olduqda yenə yazmışam. O zaman kargonun göndərilməsini də sürətləndiriblər. Baxın, bu bölmədən sifarişlərimi seçirsiniz. Artıq mənim sifarişim hazırlanır, həmin hissədə görsənir. Bu qədər. Video faydalı oldusa bəyənməyi və kanala abunə olmağı unutmayın. Bir də soruşacağınızı düşündüyüm üçün belə bir hissə əlavə verməyə qərar verdim. Artıq mənim sifarişim xarici anbardadır. Sifariş verdikdən bir həftə sonra sifarişim artıq xarici anbarda oldu. Bir də ümumi qiymət isə 3 manat tutdu.